Qoç bürcü. Gün sevincli olacaq. İşlərinizi qaydasına salmaq üçün qəti bir öhdəliklə başlayacaqsınız. Və bu ciddi münasibət uğur qazanmağınıza kömək edəcək. Əvvəllər sizi çaşdıran problemləri həll edə və ya son zamanlar inanılmaz dərəcədə mürəkkəb görünən şeyləri başa düşə biləcəksiniz. Heç kimin sözünə inanmayacaqsınız və daxil olan bütün məlumatları diqqətlə yoxlayacaqsınız. Bu, səhvlərdən, illüziyalardan və yalançı ümidlərdən qaçınmanıza kömək edəcək. Bir çox qoç gələcək planları ilə bağlı qərar verəcək və enerjisini tükəndirən və geridə qoyan şeyləri buraxaraq yenidən prioritetləşdirəcək. Uzun müddətli dostlar maraqlı bir şey təklif edə bilərlər. İntuisiyanız dərhal qəbul edib etməməyinizi sizə deyəcək. Gün yeni tanışlıqlar üçün əlverişlidir. Bugün ilk dəfə tanış olduğunuz insanlar maraqlı söhbətçilər olacaqlar. Çox güman ki, ortaq cəhətlər çox olacaq. Ona görə də söhbətlərin davam etməsi ehtimalı var. Romantik maraqlar mümkündür və tezliklə ciddi və vacib hala gələcək münasibətlərin başlanğıcı mümkündür. Buğa bürcü. Bu əlverişli gündən cəsarətli planlar həyata keçirmək üçün istifadə edin. Ulduzlar sizi bir çox cəhətdən dəstəkləməyə hazırdır. Hər şeydə etibar edə biləcəyiniz yeni müttəfiqlər və köməkçilər peyda ola bilər. Maraqlarınızı və hobbilərinizi bölüşən insanlarla görüşmək, eləcə də hobbiniz ilə bağlı tədbirlərdə iştirak etmək üçün əlverişli gündür. Uzun müddətli dayandırılmış planlarınızı xatırlamaq faydalı ola bilər. Bugün vəziyyət əlverişli olacağı üçün uğur qazanmaq şansınız olduqca yüksək olacaq. Maliyyə məsələləri üçün yaxşı gün olacaq. Pul məsələsində kifayət qədər ehtiyatlı olacaqsınız və sərfəli sövdələşmələri əldən verməyəcəksiniz. Ətrafınızdakılarla ortaq dil tapmaq asan olacaq. Müsbət və mehriban olacaqsınız və qarşılaşdığınız hər kəsdə sözün əsl mənasında yaxşı bir şey görəcəksiniz. Əvvəllər tamamilə maraqsız və ya hətta xoşa gəlməz görünən birinə qarşı xoş münasibət yarana bilər. Əvvəllər tamamilə rəsmi olan münasibətlər daha isti və qonaqpərvər olacaq. Əkizlərin bürcü. Ünsiyyət qurmaq, qeyri-rəsmi şəraitdə görüşmək və uzun müddətdir gördüyünüz işləri müzakirə etmək üçün əlverişli gündür. Bir çox əkizlər özlərini diqqət mərkəzində tapacaqları əyləncə tədbirlərinə qatılacaqlar. Bu bürcün nümayəndələri ən yaxşı tərəflərini göstərmək üçün fürsətdən istifadə edəcəklər. Bu, xoş tanışlıqlarla nəticələnəcək və yeni iş və ya dostluqların başlanğıcı mümkündür. Bu, həmçinin əvvəllər gərgin olan münasibətləri düzəltmək üçün də əlverişli gündür. Sizinlə razılaşmayanları daha yaxşı başa düşəcəksiniz və kompromislərə yol açacaqsınız. Ən böyük uğurunuzu yaradıcı yanaşma tələb edən sahələrdə əldə edəcəksiniz. Bəzi əkizlər hətta istedadlarından gözlənilməz istifadələr tapacaq və ətrafdakıları xoş təəccübləndirəcəklər. Gün bu bürcün bir çox nümayəndəsinə bol müsbət emosiyalar gətirəcək. Lakin bu gün xüsusilə aşiqlər üçün xoş olacaq, çünki romantik anlar səxavətli olacaq. Yeni tanışlıqlara açıq olanlar xoş görüşlər keçirəcəklər. Xərçəng bürcü. Bir çox şey gözlədiyinizdən fərqli ola bilər. Ona görə də sürprizlərə hazır olun. Çox güman ki, bütün planlar gerçəkləşməyəcək. İmprovizasiya etməli və yeni bir şey ortaya qoymalı olacaqsınız. Bununla belə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Ona görə də həyatınızın bir çox sahəsində irəliləyişlər ehtimalı yüksəkdir. Günün əvvəlində başqaları ilə kiçik fikir ayrılıqları mümkündür. Məsələn, yaxınlarınızla məişət və ya maliyyə məsələləri üzündən mübahisə edə bilərsiniz. Lakin səbir və nəzakət göstərsəniz, böyük bir münaqişənin qarşısını almaq olar. Unutmayın ki, bəzən münasibətlərinizdə harmoniyanı qorumaq üçün kiçik məsələlərdə güzəştə getməyə dəyər. Axşama qədər vəziyyət yaxşılaşacaq və sizi narahat edən bütün məsələləri sakitcə müzakirə edə biləcəksiniz. Həm planlaşdırılmış, həm də son anda edilən səyahətlər uğurlu olacaq.
Çoxlu maraqlı təcrübələr qazanacaqsınız. Yeni bir şeylər öyrənəcəksiniz və maraqlı insanlarla tanış olacaqsınız. Səyahət edərkən ağlınıza əla ideyalar gələ bilər və yaxın gələcəkdə onları həyata keçirməyə diqqət yetirəcəksiniz. Şir bürcü. Gün yaxşı keçəcək. Xüsusilə əlverişli başlanğıc olacaq. Köhnə işləri yoluna qoyacaq, təşkilati məsələləri həll edəcək və gələcək üçün planlar müəyyənləşdirə biləcəksiniz. Lakin nəzərə almaq lazımdır ki, bu müsbət tendensiyaların təsiri zamanla azalacaq. Günün ikinci yarısında işlərdə gecikmələr, kiçik çətinliklər və maneələr mümkündür. Bunları aradan qaldırmağın bir yolunu tapacaqsınız. Amma bu, səy tələb edəcək. Pulla bağlı hər şeydə diqqətli olun. Fırıldaqçılarla qarşılaşmaq və ya sadəcə çətin vəziyyətə düşmək, itkilərə səbəb ola biləcək səhv etmək riski var. Nə qədər cəlbedici görünsə də, şübhəli maliyyə əməliyyatlarından çəkinin. Şəxsi münasibətlər baxımından gün əlverişlidir. Sevgililər birlikdə gözəl vaxt keçirəcək, bir çox şeyi müzakirə edəcək və ortaq planlar müəyyən edəcəklər. Həmçinin təşəbbüs göstərmək və sevgilinizə doğru ilk addımı atmaq üçün də yaxşı gündür. Qız bürcü. Bu gün ciddi düşüncələr və gələcəklə bağlı vacib qərarlar qəbul etmək üçün əlverişlidir. Bir müddət fasilə vermək, səyahətinizə nəzər salmaq və düzgün istiqamətdə olub-olmadığınızı dürüstcə qiymətləndirmək ehtiyacı hiss edəcəksiniz. Bəzi qız bürcüləri planlarını dəyişdirməyin, prioritetlərini yenidən qiymətləndirməyin və ya həyatlarının müxtəlif sahələrində yenidən fokuslanmağın vaxtının gəldiyini anlayacaqlar. Əgər siz də bu qız bürcülərindən birisinizsə, unutmayın ki, bugün sizin haqqınızda az məlumatı olan insanların fikirlərinə deyil, öz sağlam düşüncənizə və intuisiyanıza əsaslanmalısınız. Bu diqqət və detaylara diqqət tələb edən işlərdə daxil olmaqla, məhsuldar işlər üçün əlverişli gündür. Səhər saatlarında müdaxilə ehtimalı azdır. Ona görə də planlaşdırdığınız hər şeyi tez bir zamanda yerinə yetirəcəksiniz. Daha sonra isə ünsiyyət qurmaq və ailə bağlarını möhkəmləndirmək üçün əlverişli zamandır. Axşam saatları yaxınlarınızla keçirmək üçün əla vaxtdır. Hər kəsi narahat edən məsələləri müzakirə etmək imkanınız olacaq. Atmosfer sakit və mehriban olacaq və ciddi fikir ayrılıqlarının yaranması ehtimalı azdır. Tərəzi bürcü. Gün bir çox sürprizlər təqdim edəcək və hamısı xoş olmayacaq. Hadisələr gözlənilməz şəkildə inkişaf edə bilər. Planlar son anda dəyişə bilər və insanlar gözlədiyinizdən fərqli davrana bilərlər. Taleyin hər hansı bir dönüşünə sakit və fəlsəfi münasibət bəsləməyə çalışın. Bugün baş verənlərin çoxunun uzun müddətli nəticələri olmayacaq və tezliklə unudulacaq. Səhər başqaları ilə fikir ayrılıqları yarana bilər. Əsas vəzifəniz bu kiçik mübahisələrin ciddi münaqişəyə çevrilməsinin qarşısını almaqdır. Həssas insanlarla diplomatik və nəzakətli olun. Günortadan sonra atmosfer daha əlverişli olacaq və bütün məsələləri lazımsız emosiyalar olmadan sakitcə müzakirə edə biləcəksiniz. Pul məsələsində daha diqqətli olun. Maliyyə məsələlərində diqqətsiz olmaq baha başa gələ bilər. Xüsusilə də dərhal ehtiyacınız yoxdursa, alış-veriş etməyə tələsməyin. Əqrəb bürcü. Məlumat toplamaq, vəziyyəti təhlil etmək və növbəti addımları nəzərdən keçirmək üçün əlverişli gündür. Bəzi perspektivlər nə qədər cəlbedici görünsə də, tələsik nəticə çıxarmağa və ya heç nəyə tələsməməyə çalışın. Vacib və ya mürəkkəb layihələrə başlamaq tövsiyə edilmir. Bəzi vacib amilləri nəzərdən qaçırma və ya natamam məlumatlara əsaslanaraq qərar vermə ehtimalınız yüksəkdir. Bugündən gələcək nailiyyətlər üçün təməl qoymaq üçün istifadə etmək yaxşıdır. Yaxşı tanışlarla və sadəcə bəyəndiyiniz insanlarla görüşlər bol müsbət emosiyalar gətirəcək. Ola bilsin ki, uzun müddətdir köhnə dostlarınızla görüşməmisiniz, bu, görüşmək üçün əla gündür. Təsadüfi söhbətlər, xatirələr və xəbərləri bölüşmək əhvalınızı qaldıracaq. Həm fiziki, həm də emosional həddindən artıq yüklənmədən qaçınmağa çalışın.
İstirahət bu gün sizin üçün xüsusilə vacibdir. Yetkin əqrəblərin bərpası üçün xüsusilə çox vaxta ehtiyacı olacaq. Bununla belə, hətta daha gənc əqrəblər də qabiliyyətlərini şişirtməməlidirlər. Oğatan bürcü. Gün səbir və özünə nəzarət tələb edəcək. Ünsiyyətdə çətinliklər yarana bilər və hətta yaxşı tanıdığınız insanlarla belə yola getmək çətin olacaq. Köhnə gərginliklər alovlana, uzun müddətdir davam edən narazılıqlar bizə çıxa və hətta məsum ifadələr belə təhqiramiz görünə bilər. Əsas məqsədiniz mübahisələrdən və açıq münaqişələrdən qaçmağa çalışmaqdır. Bu susmalı və hər şeylə razılaşmalısınız demək deyil, amma xırda məsələlər üzərində mübahisə etməməyiniz yaxşıdır. Xüsusən də iddianızı sübut etməyin çətin olacağını bilirsinizsə. Əsasən həqiqətən sevdiyiniz və yaxın olduğunuz insanlarla ünsiyyət qurmağa çalışın. Maliyyə məsələlərində xüsusi ehtiyatlı olmaq tələb olunur. Uğursuz alış-veriş etmək və ya fırıldaqçılığın qurbanı olmaq riski yüksəkdir. Günün ilk yarısı daha emosional, ikinci yarısı isə daha sakit olacaq. Bu axşam ağlınıza gələn ideyalara diqqət yetirməyə dəyər. Tezliklə onları həyata keçirməyə diqqət yetirə və həyatınızı yaxşılığa doğru dəyişdirməyə başlaya bilməyiniz mümkündür. Oğlaq bürcü. Gün ən yaxşı şəkildə başlamaya bilər. Amma səhər baş verən hadisələrə əsaslanaraq pessimist nəticələr çıxarmağa tələsməyin. Hər şey tez bir zamanda yaxşılaşacaq. Əsas odur ki, pozitiv qalın və təslim olmayasınız. Səhər baş verən kiçik narahatlıqları sonradan həll edəcəyiniz həqiqətən vacib işlər üçün bir isinmə kimi düşünün. Əhvalınız tez bir zamanda yaxşılaşa bilər və tanış olduğunuz insanlar bunda mühüm rol oynayacaq. Onlardan vacib məlumatlar əldə etmək və sonra sizi narahat edən suallara cavab tapmaq şansınız olacaq. Günün ikinci yarısı daha məhsuldar və uğurlu olacağına söz verir. Bu müddət ərzində səhv etməyəcəksiniz, işləri qarışdırmayacaqsınız, heç nəyi unutmayacaqsınız və ya göz ardı etməyəcəksiniz. Güclü tərəflərinizi obyektiv qiymətləndirmək bacarığı çətin vəziyyətdə düzgün seçim etməyinizə kömək edəcək. Maliyyə işlərinizi qaydasına salmaq üçün fürsət yaranacaq. Bəzi oğlaqlar gəlirlərini artırmaq üçün nə edilməli olduğunu başa düşəcək, digərləri isə gəlirli sövdələşmələr bağlamaq fürsətindən istifadə edəcəklər. Dolça bürcü, planların dəyişəcəyinə və hadisələrin gözlədiyinizdən tamamilə fərqli şəkildə inkişaf edəcəyinə hazır olun. Narahat olmayın. Bu dəyişikliklər əsasən xoş olacaq. Onlar yeni və həyəcan verici imkanlar açacaq. Dəyərli təcrübə qazanmaq, faydalı bir şey öyrənmək və ya əvvəllər inanılmaz dərəcədə mürəkkəb görünən məsələləri anlamaq şansını əldən verməyəcəksiniz. Maliyyə sahəsində müsbət tendensiyalar üstünlük təşkil edəcək. Hobbiniz ilə bağlı yeni gəlir mənbəyi yarana bilər. Gözlənilməz mənbələrdən gözlənilməz pul vəsaitlərinin daxil olması da mümkündür. Bununla belə, hər hansı bir əməliyyata girərkən detallara diqqət yetirin. Şəxsi həyatınızda, xüsusən də Dolça bürcünün sevgililəri üçün biraz qarışıqlıq yarana bilər. Anlaşılmazlıqlar və qeyri-müəyyən vəziyyətlər mümkündür. Kimsə sözlərinizi və ya hərəkətlərinizi səhv başa düşə bilər. İttihamlara tələsməmək və ya emosiyalara qapılmamaq vacibdir. Hər şey sakitcə həll edilə bilər, amma bunu etmək üçün müsbət və mehriban münasibət saxlamalısınız. Balıqlar bürcü, özünüzü güclü hiss edəcəksiniz və bir vaxtlar çətin görünən tapşırıqları yerinə yetirmək təəccüblü dərəcədə asan olacaq. Özünə inam təkcə məqsədlərinizə çatmağınıza kömək etməyəcək, həm də əvvəllər sizi dostcasına qiymətləndirməyən, sizi qiymətləndirməyən və ya yalnız zəif və çatışmazlıqlarınıza diqqət yetirən insanlarla münasibətlərinizi yaxşılaşdıracaq. Çox çətin hesab etdiyiniz mürəkkəb tapşırıqları və ya geniş miqyaslı layihələri həll etmək üçün əlverişli gündür. Artıq əla nəticələr əldə etmək üçün kifayət qədər enerjiniz, düşüncə aydınlığınız və qətiyyətiniz var. Yüksək məqsədlər qoymaqdan çəkinməyin.
onlara nail olmaq iqtidarındasınız. Sevdiklərinizlə vaxt keçirmək çox sevinc gətirəcək. Xoş vaxt keçirmək və dincəlmək üçün fürsət yaranacaq. Balıqlar bürcü xüsusilə uşaqlıq və yeniyetməlik illərindən dostları ilə görüşərək xoş vaxt keçirəcəklər. Ümumilikdə, gün əvvəllər dəyərli olduğunuz əlaqələri bərpa etmək üçün əlverişli olacaq.